Şairə və yazıçı Şərqiyyə Süleymanlının yaradıcılığının 35 illiyi və doğum günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə onun ailə üzvləri, yaxınları və ədəbiyyat sevərləri iştirak ediblər. Çıxış edənlər Şərqiyyə Süleymanlının Azərbaycan ədəbiyyatına verdiyi töhfədən söz açaraq onun yaradıcılığını yüksək qiymətləndiriblər. Həmçinin bugün təbrik olan hər kəs mikrofonumuza danışıb. Şərqiyyə xanım gözəl insan, gözəl ana, gözəl bacı, gözəl, necə deyərlər, el canlı bir xanımdır. Mən həmişə qürur duymuşam ki, Şərqiyyə xanımı mən tanımışam. Bax, belə bir ziyalı, Azərbaycanın ziyalı xanımın yaxından tanıyıram. Şərqiyyəni mən körpəlikdən tanıyıram. Bu aydındır. O elə xalqın bu qədər hörmətini qazandığı kimi evdə də həmimizin, ailənin hər bir üzünün hörmətini qazanmışdır. Şərqiyyə xanım haqqında çox danışmaq olar. Bu yaradıcılıq müddətində saatlarla danışmaq olar. Ən başçası onu demək istəyərdim ki, ən yaxşısı odur ki, ən gözəl insandır. Arzu eləyərdim ki, ona gələcək işlərində uğurlar arzulayıram. Mən Şərqiyyə xanımın həm ad günü münasibətilə təbrik edirəm, həm də yaradıcılığının 35 illiyi münasibətilə təbrik edirəm. Şərqiyyə xanıma ən əsası can sağlığı arzu edirəm. Mən lap uşaqlıqdan, 3-cü sinifdən yaradıcılıqla məşğul olmuşam, şeirlər yazmışam. Amma yaradıcılığa çox gec başlamışam, hardasa 40 yaşımda başlamışam yaradıcılığa. Çox, ondan bəri bir neçə kitablarım çıxıb, romanım çıxıb, bir neçə çıxacaq kitablarım da var ki, gələcəkdə Allah qoysa, sözlərimə mahnılar yazılıb. Yəni mən özümü həqiqətən xoşbəxt hiss edirəm ki, belə bir gözəl dövranda, belə bir gözəl ölkədə biz yaşayırıq. Bildirilib ki, Şərqiyyə Süleymanlı 11 kitabın müəllifidir. Onun yaradıcılığı roman, şeir və nəsr janrlarını əhatə edir. Yazıçı ədəbiyyata hələ uşaqlıq illərindən başlayıb. Qeyd edək ki, Şərqiyyə Süleymanlı Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvüdür. O, eyni zamanda Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin Xətai rayon sədri kimi fəaliyyət göstərir. Bundan əlavə də o Yeni Xilaskar qəzetinin təsisçisi və baş redaktorudur. Qəzet 1993-cü ildən etibarən fəaliyyətini davam etdirir. Bugünkü tədbir maraqlı anlarla yadda qalıb. Cəmilə Nəsir qızı, Günay Hüseynova, Kamil Quliyev bugün informasiya proqramı üçün.